Baş sponsor Herbaflora. Sponsorlar Oba Marketler Şəbəkəsi. Simurq toyuqları. Dağların başı qışda qar olar. Dağların başı ayaman qışda qar olar. Yar yarı Görməsə rəngi saralar. Hey, yar yarın görməsə rəngi saralar. Gel güzelim, gel güzelim. Hey! Gel məni dindir, ay gülüm. Elə? Qəlbim sənindir. Bir dənə topanı düzəldəcəm, içinə daş qoyacam, atacam sənə. Ləzzət axtara, gəldik çıxdıq Tovuzun. Böyük qışlaq kəndinə. Amma sizə deyim, bunun böyük də yolları var ha. Özü də Maşallah, qışın böyük günündə. ürək tələb edən. Bayaqdan başımı, beynimi xarab edib ki, ay biz buranı necə qayıdacaq? Ay biz buranı Bir necə dənə bax, qalxacaq? bir dənə ayağımı çək bax. Ha qardır da. Necə sürüşkən. Hamının bildiyi, gördüyü qardır. Nə var burada? Ay yavaş sür. Yavaş sür, yavaş sür. Başımız, beynimiz yedib səhərdən. Qışın günündə böyük qışlağa gəlmişik, qışın günündə. Bu yol səhv eləmirəmsə, Əsrik dərəsinə gedir. Bu yol. Yayda da gözəl olur bura, qışda da gözəl olur. Qışın gözəlliyini də görürsünüz də qar yağıb, düzdür indi biraz azalıb, amma yenə də gözəldir. Havanın təmizliyinə baxın. Nəfəsdə necə oksigen gedir, necə təmiz hava. Amma hələ biz yarı yoldayıq, gedirik üzü böyük qışlaq kəndinə. İndi Aygün başımızın ətini yeməsə, sağ-salamat bitər çatarıq. Bəlkə də heç də olan deyil ha. O qədər deyinəcək, o qədər deyinəcək. Qorxuram. Heç nə olmayacaq, narahat ol. Gəl, Qorxmuşam, qırağa bir çəkir dərs bu Nivadır. Hə. Salam əleykum. Salam əleykum. Gör nə qədər qalıb şeyə. Salam əleykum. Biz böyük qışlağa gedirik, yol normaldır. Belə də bütün yol sürüşkən. Biz oradan gecə qaydanda çətin olacaq bizə. Normal. Bu Qayda necədir biləcək. ya, Salat əmi? Xanamını tanırsınız yəqin. Xanamını. Hə? O hardadır? Onun yeri yuxarıdadır. Nəysə Ha, sağ şey. olun uşaqlar, mən Niva ilə Sən getdin, onsuz da sən axtarırdın verilişi da. tək apararsan. Hə? Bəxtim açılıb yavaş-yavaş getdik sağ olun. Aygün. Ey be. Aygün. Abi getdi. Bu kənddə yaşamaq üçün gərək başı bağlamalısan, səhər-səhəri inək qoyunları gərək meşəyə göndərəsən, toyuq cücə saxlayasan, inək sağasan axşamlar, təndir çörəyi Ha, yapasan. o barədə anlaşa bilmədiniz. Anlaşmadıq. Əziz Ləzzət Axtarışındanın izləyiciləri, Herbaflora'nın baş sponsorluğu ilə Oba Marketlər şəbəkəsinin və Simurq toyuqlarının sponsorluğu ilə yolumuz böyük qışlaq kəndinədir. Getdik. Bizi gözəl bir dənə dayımız, xanəmi, bizi qonaq çağırıb Aygündən. Xan yaylağına. Aha. Qəşəng orada bizim üçün hazırlıq görüb, bir neçə dənə yeməklər hazırlayıb bizim üçün xanəmi. Allah onun canını sağ eləsin. Ha, Aygün, aclığın yoxdur? Yox. Mənim amma var. Həmişə sən az olanda Çünki mən saxlama hər oynayım desən ki. başlayasan burada kamerada mənim biabırım. Mən qoy bir dənə görüm orada bibilər nə satırlar. Həmişə sən acanda dayanmamalıydıq ki. Mən də acıram da. Ac deyiləm. Orada məndən qabaq getdi. Buna bax, buna bax. Yemək istəmirəm. Aycan, nə qəşəng yerdir bura. Salam əleykum. Necəsiz ağsaqqal? Keyfiniz, əhvalınız? Sağ olun, sağ olun. Hoş gördük sizi. Siz işlədirsiniz buranı? Bəli, bəli. Nə gözəl bir tanış olaq.
Xudmani bir qəşəng Məmməd yerdir. Ömədəli Məsimoğlu. Tozdansınız. Tovuzun aşağı düşəndən. Aşağı Quşçu kəndi. Biz də gedirik Böyük qışlağa. Böyük işlər. Böyük qışlağa gedirik. Elə deyir yol üstü bəlkə siz yalnız bu balaca kafenizdə nə var burada? Burada yarpaq xəngəlidir, ət qutabıdır, göy kətəsidir. Elə şeylər versiniz. Bir də çaydır, yol üstü yeməklərdən elə Aha. gedən gələn oturur. Onu bizə bir dənə qutab versinlər yeyək də. Olmur. Operator yeyir, rejissor yeyir. O bursu çəkilib o ağaclığın dibindən mırıldaya yeyir. Biz də belə. Yolumuz Böyük Qışlaq kəndinədir. Yol üstü dedik ki, biz saxlayaq bu dayının hazırladığı qutabların dadına baxaq. Gedir. Bir dənə buradan mənsin də. Qəşəng göylü, göyərtili. Toz göyərtisi. Az qarnına düzdür, yaxşı yedir. Az qarnına adam nə yeyəndə deyir ki, bəh, superdir, möhtəşəmdir. Özü qarda. Amma dadı pisdir. Qarda. Bəh. Deyirəm bu qarlı dağların ətəyində təbii bitkilərdən hazırlanmış tiastamin çayını da içməyin bir başqa zövqü var. Bana, özdə Aygün, birazdan yeyəcəyimiz yeməklər də ağır yeməklərdir. Tiastamin çayı ilə mədəmizi qəşəng sazlayırıq, ondan sonra gedirik qəşəng yeyirik. Öz də tərkibində nanə yarpağı, cökəkçək, zəyrək toxumu və s. saymaqla bitməyən təbii bitkilər var. Odur ki, sağlamlıq hər şeydən önəmlidir. Alın, için. Tiastamin çayı. Gəldik çatdığım mənzil başına, Tovuzun Böyük Qışlaq kəndi. Amma buradan o yana gedəcəyimiz yerə xanəminin həyətinə gedə bilmirik. Yol çox buzdur. Onun üçün bir dostumuz gəlib, bizi aparır həyətə. Amma görün necə maraqlı gedirik həyətə. Uşaqlar yeriz rahatdır. Çox. İndi bu qabaqdan 3 nəfər oturacaq. Bəli. Hələ buna bax. Olmazsa ayağımın biri bu tərəfdə, biri... Qazı mən basıram bana. Gedirik xanəmin həyətinə. Mən necə oturacam burada? Gəl. Qapı necə bağlanacaq ya? Açsan. Aha. Əmi lazım olsa denən tormuz mən basım. Tormuz məndədir, qazı sən basın. Belə şey olar. Eşq olsun. Hoş gelirsiniz. Eşq olsun. Qulpunu tapa bilmirəm ağ bunu. Yavaşıyorum kurban. O birisini də çəkmirəm. Oh. Hoş gəldiniz xanəmin. Gelin, hoş geldiniz. Salam Meleşim, necəsiniz? Hoş geldiniz. Keyfiniz ahvalınız. Necəsiniz? Bibican necəsiniz? Keyfiniz ahvalınız. Yaxşısınız. Necəsən qızım? Yaxşısan. Ala buna bax. Sana yanaqlara bax. Qıpqırmızı. Dərdin əlində. Nə tərsən? Yaxşı. Nə qayırırsan? Eşlə. Hə? Eşlə. Heç nə qayırmısın.
Nə bax? Adın nədir? Davud. Davud. Necə ciddi kişidir. Necə ciddi oğlandır. Xanım, necəsiz? Keyfi zəhvar. Sağ olun, xoşdur sizi görmək. Allah sizi var eləsin. Çox sağ olun. Bizi belə gözəl bir dənə məkana dəvət Bura eləmisiniz. indi xan əminin qışlağı deyirlər də. Yox, qışlaq kəndin adıdır. Hə. Böyük qışlaq. Yox, biz adını qoyduq xan əminin qışlağı. Yox, Bura. addansın. Bura bu gündən Bu ildən belə atma. Bindən elə Bu addansın. sizin ərazi var, bura buranın adını qoyduq xan əminin qışlağı. Hə, olar. Yaylaqda da gələn, yayda da gələndə yaylaq olur. İnşallah. Gəlişinizə qış yeməkləri hazırlanmışdır. Aha, qış yeməklərindən nə olacaq bu gün? Sizin üçün qəşəng qaz qovurması. Vah, vah, Öz yağınla. vah. Əvvəlik bu kəndə məxsus ən Əvvəli qışın dərmənidir, soyuq dəymənin dərmənidir. Əvvəli. Qurutla da yeyirlər. Hə. Qurutla? Soyuq müalicəvidir. Xəstələnəndə, nağarında bir dənə gəbəliklə bişirirlər, tərrədir. Hə, onunla ədəbi bir qurs o da müalicə olur. umaş kimi Umaşlı bişirilir. Onu umacı yoğursan, necə halva umacı yoğursan. Onu sonra qəşəng o əvvəliyi də bir dəfə qaynar su ilə yuyursan, o qara qalmır. O qara ərək buraxır. Aha, deməli, Yediksən də tər verir. o əvvəli. Yumşaldı, bütün ciyarları, ürəyinsə. Bronxları. Hə, bronxların anasıdır. Göyərtidir də. Göyərti görsəsə gətir var mı? Mən sən Gətir. papağız adını niyə qoymusan başına? O həmin ot görmürsən adamı tərlədir, Bir ciyərlədir. qoy yeyim sonra. Qoy dadına baxım sonra. Sonra nə idi? Sonra xəngəl bunu hər yerdə bir cür deyirlər. Bizim qış aylarında biz onu evdə hazırlayırıq ev şəraitində. Aha. Onu sulu da yemək olar. Nane ilə, göynə, göyərti ilə, üstünə qurutla da. Xanım, bu da sizin əvvəlik. Quruduğu be bu. Belə olur da, o yayda hazırlanır. Dəhşəm bir dənə qoxu gəlir buna. İndi bundan hazırlanıb da əvvəli. Əməkdən ondan hazırlanıb. Onu iki cür yemək olar. Qurutla da yemək olar, qatıqla da. Yəni bu kimin hər xoşuna gəlir. Qurut xoşuma gəlir qurutdan Qurut da gətirin. Qurut gətirin. Qurut, Gör, qurut. qurududur. Yox, yeyəndə. Yox, yəndə yox. Elə belə görkəsi bununla yeyilir. Sonra bil ki nə yeyirsən də. Hədə onu qurut gətir. Deməli, Hər dürük. deməli qaz qoyurma, Öz orijinal yağınla. xəngəl əvvəli, Ondan sonra nə istəsəniz, yaxşı kartop bu külləməsi, alma kebabları. Bu da indi onu yenə orada maşinin ki. Birinci dəfə əvvəli. Bu inəyin Və süzməsidir. sən bura nəyə gəlibsən? Vallahi mən Belə bir şey görmək istəyirsən də. Bax o görün, var nəyə gəlibsən aslan? Ha? Buyur, bayaqdan onu bilmirəm, bunu bilmirəm. Nəyə gəlibsən sən bura? Mən birinci dəfədir bundan görürəm. görəcəksən bax. İndi biz həkim deyilik, yenə həkimlərin işinə qarışırıq. Ən ağır zəhərlənmədə bunun təcili onu oyursan, yumşalır. Onun suyundan 2 stəkan ki, zəhərlənməni kəsir. Həkiməcə də çatmırsan. Elə bir gücü var. Elə gücdən də. Ay maşallah olsun. Göksər kəndində sizə motal şoru deyirik. O dərinin içinə qoyulur. Pendiri də olur onun, Aha. şoru da olur. Şor da olur. Onu şora vaxtında qoysan yayda, Aha. o duzla. Onu qəşəng xamralı var indi qoy görkəzin bir dənə. Aha, gəl buraya. Qoyaraq o burada. Xamralı. Bax bu xamralı ilə o şoru yeyəsən. Oy, bəlkə Ha birinci. motor şoruna buraya. Qoy bu kişilər. Götür motor buraya. Ay xanım. Bəlkə də birinci bir də onun dadına baxaq. Elə onu gətir. Bax bu motor şoru. Həmzə sən. Motorlu özün gətir. Bu motor şorudur. Bu şordur. Ay şor motor şorudur. Motal şoru, Gəlin də motal motal. pendiri yox şoru. Yox, fərqi yox, içində pendir var. Ancaq orijinal pendirdir. Gətirir motor. Gətir. Qoy o çəksinlər. Bunlar Ye. bəlkə də Azərbaycana bunlar bizi tanıtdı ki, bax. Bax. Allah. Dərin içine. Pendir və qoyulur soğuk. Bunun içində olur ha. Müsibət. Halal xoşlanız. Bunu Ay belə deyir ay gör papağına oxşar. Bir də mənim papağımla buna bax. Xanımı, bir də bu içində mən sizə hazırlayarsınız da nə olar, xahiş edirəm olar, sizdən. olar. Olar da? Olar. Demədim qoyun tüküdür. Doldurarıq içində. Təsəvvür edirsən, bilmirlər səhv salıblar mənim papağımı şort töküblər. Nə gedir? Yağ da var bax yiyeyim. Hamralı ilə. Möhtəşəm. Nehrə ilə Allah belə Yerinə düşür. bal oldu, bal.
Bir mehriyə sardıq, yerə çıxarxıyardıq, yağı onu da görərdin. Biz Amma nehrədə Ona görə taxta səhər sübdən nehrədə. gəlib görəsən. Taxta nehrədə. Taxta nehrədə özünüz yeyirsiniz. Dağlı qavağı bilirsən olur. Amma indi nəm onların elektron qaydaları çıxıb, nəm Onun dadı yoxdur ki, onun dadı yoxdur. Heyf deyil o dədə-babadan qalma nehrələr, çalxalayırsan səhər Onun tezdən. soyuqsudan tökür. Qurudu da ondan hazırlayırıq, o şor da ondan Ürək hazırlayırıq. yağ alında. Hamısını. Bu həmin taxta nehrədən. Bəli, bəli. Orijinal. Bəli. Dadı bilsin necə bilinir, dəhşət Allah Çıxıb da ondan. Nehrənin dadı çıxıb ona. Müəllim, indi bir dənə gəvəlik qoyaq, bir dənə gəvəliyin də dadına bax. Hazırdır o. Dilimiz bu. Gəvəlik qumaşdır. Müalicəvi bunu bax budur bax. Bəh. Allah Allah. Hacı bir dənə sən özün müalicə İndi elə. qurutdan tök ha Gökhan. Hacı. Mazərsini də dedim də zəhərləmənin birinci anası odur. Soğuq dəymən var mı az? Soğuq lüfsən mi az? Bəh. İynə bax. Necə gedir ayı? Xoş O qədər gəldi. Düzündünə. dadlıdır. O qədər dadlıdır. Qurut tök. Bunu açığı yeməmişdim. Bunlar qadınlara Asanfetdir. Onu yeməmişdim açığı. Asanfet. qadınlara məxsusdur, onları tərifləyir. Heç yeməyibsən. Hə? Yox, bu yəqin ki Aksafa Qazaq sonrasında da olur. Hə, orada da. Ha, o tərəflərdə olmuş amma orada yeməmişəm. Elə bizim kətdən gedir ora. Doğrudan deyirsiz? Allaha. Ha, nə gözəl. Ya bu onun dadına baxım. Deməli bunu ancaq qurutla yoxsa qurut istəməyəndə belə deyil. Ərişdə də kəsirsən, ərişdə ilə də olur. Ha, bunu ərişdə də vurur. Hə, ərişdə də olur. Hı. İndi biz umaç eləmişik. Xamırı içinə unla. tökürsünüz. Hə, umaçla eləmişik. Mən yenə istəyirəm. Bibi mənim Yolunuza da qoyarıq. Çox qəşəngdir. ya kişini bezdirdi, geçdi. Benim. Şimdi zahmatla dolan. Ha problemi yoxdur, üstüsü yolunuzda da qoyarıq. Evinizdə də yollayarıq. Hə. Göndərmə var. Vay, mən bunu Ay, su. üzr istəyirəm. Balıq mı yaşlıdır? Kebap mı yaşlıdır? Yo, bu. Yo, biz onsuz da hamısı için yer saxlamışıq. Amma bunu mən bunu istəyirəm ki, belə özbəy sayağı. Bir də deyirsiniz ki, bunun 300 illik tarixi var abi yeməyin. Bu. Dədə babadan qaldı. Oy, vay. Sulu yeməkləri götürsək, ləzzət axtarışının bu 2 sezonunda Ən kreativ yeməyidir. ən dadlı sulu yeməyi deyərdim bu yeməyə. Müalicəvi. Həm də müalicəvi. Yavaş ki, istilənmə gəlir mənə. Hə, Gəl. istilənmə gəldi. Əsas bizim zonalar, Gədəbəy, Qazaq zonasına məxsus. Necə getdi? 300 illik tarixi olan əvvəli supu böyük qışlaqda. Xan əminin evində. Heç olmasa onda deyil, değil mi? 300 illik. Hayırdır? Düzdür da. Bax. Düzdür da. Evimə yolla. Nə bilim, gedəndə yolda mənim üçün Qurutma apar. əvvəli supu qoy. 300 illik əvvəli supu böyük qışlaqda xanəmin evində pişir. Aysa, indi düz oldu. Ha. Təzdən bir də təz. Sözləri, savaş düşəri qaçar. Gəl bir də. 300 illik tarixi olan əvvəli supu böyük qışlaq kəndində xanəminin evində bişib, xanəminin həyat yoldaşı Mehbari xanımın əllərindən yeyirik. Nəsə qalmadı. Öpürəm xanımım. Öpürəm, Allah canınızı sağ eləsin. Hala nə işə keçdin? Hara qaçırsan sən? Hayır, sən başa düşdün sən. Zülfüqar hara qaçırsan mənim elimdən? Hara qədər gedəsən Zülfüqar? Mənim elimdən hara qaçırsan Zülfüqar cəmaat eşidir məni. Hanı sənə deyirəm orada gizlənmisən? Zülfüqar pişik kimi orada gizlənmisən? Nə yaxşı endirimlər var burada. Burada gizlənmisən, sıçan. Ürəyim, canım üçün o mesajı yazan elektrik idi. Kəs səsi və sən şükür elə ki, obanın endirimləri sənin qanının arasına girdi. Dur, gəl alışverişin pulunu ödə. Baş üstə. Hə, mama, obadan bazarlıq eləmişik, gəlirik sizə.
Yaxşı ki, ovada endirimlər var idi. Yoxsa bu tava başımda əyiləcəkdi. Gəldim ürəyim. Bəh. Buna bax. Bu da bu həyətin qazı da. Yeməmiş ləzzətini görənməzsən. Olsun. Sən bu öz yağıdır, yoxsa yağ tökülüb buna? Yox, qaza yağ vurulmur. Ha? Bu qazlar bu qarda gəzmiş qazlardır. Bunlara satın alma qaz deyil. Mən Bakıda qar yağır ki, bir harasa gedə bir qar yemiş qaz tabaq yeyək. Ancaq qaz yemək məcbursan rayona gələsən, hə. Çünki kəndlərə mütləq. Çünki şəhərdə qar yağmır. Bu nədir? Götürə yavaş gedək. Közdə pişən müəllim. Qazda Onun pişəndən dadı lap başqa olur. Bu közdə pişib, bu közdə pişib, lap dadlıdır. Götürə gedək onda. Mən onun budunun birini Gedib bir dənə götürüb otaqlarına bax. baxın. Hardasa bax buralarda uşaqlar. Buralarda onu mırıldaya yeyəcəm. Ay günə qarınqulaya bax. Ay gün necə gözləyir onu. Nətər gözləyirəm bayaqdan, nətər əziyyəşəm. Bayaqdan doymur da, bunun gözü doymur da. Bu nədir? Qarın ortasında deyir. Deyir, qaz qarı görsün sonra gərək. Qazı nəyə qara dəyməlidir, döşü qarda olmalı. Aha, ondan sonra yeməlidir Bu o. qaza belə ki, bunun öz yağınla. Kesin Bu nə bir tərəf. qədər pişirirsən o qədər yağı. Oy maşallah. O dərdin alim. Nətərsən? Budu mu gedər, qanat mı gedər, hansı gedər? Bu qanat yer əmsi. Abi danışsana. Aygün, sən yeməkləri çək. Bir tikə qoy nə qoysun yesin. Ay bibi, deyirsiniz danışın, nə bilim oxuyun, deyin, gülün. Burada bir dənə gözəl qardaşımız var, Atəş qardaşımız. Deməli, bax bu kəndin sakinidir. 91-ci ildə maşallah, bax bu kəndin bütün xeyir işlərində iştirak edən adamdır. Atəş, öpürəm səni, qardaş, xoş gördüm səni. Atəşin maşını ilə elə gəlmişik. Mən istəyərdim ki, ay Atəş, qəşəh bir dənə o sazı dinləndirəsən, biz də sənə qulaq asaq. Getdi Atəş, bəh, eşq olsun, ay can. Müəllim, Nə oldu, səsin çıxmadı? siz bilirsiniz ki, muzikantlar biraz həyasız olur, o rəhmətlik Siyavuş Aslan demiş. Şabaş istəyir. Bununsuz mümkün deyil. Şabaş istəyir. Bununsuz mümkün deyil. Aldın payımı? Yox, indi Adət eləmişik də, bu adət eləmişlər. olmasa mümkün Siz qeyd elə... Yox, amma sazın özünün səsi çıxmır. Bax, nə qədər vurun, bax, qulaq as. Çıxmır. Sən nə işə keçmişik, nə işə keçmişik, nə var? 5-dən 3-dən, mən demirəm abi. Bax, gör. Bax, qoyuram. İzləyənlər. Azdır, Görək. eybi yox, eybi yox. İndi görək, indi 5-ə səsi nə qədər çıxır? Bax, çıxdı. Bəh, ay sənin dərdin alım, ay Atəş. Bəh. Deyir, maral çıxdı dağ döşünə. Səhər vaxtı gülə-gülə. Sağ əli ilə sol döşünə bir gün taxdı gülə-gülə. Vay. Gəlsin o dağ. Der yeməmişsən qaz ətini. Hardan biləsən ay dərdin almanın ləzzətini. Deyir, Nə deyir? Gözümə təpirsən bayaqda deyir. Deyir. O deyir, bu deyir, qaz qalıb ortalıqda. Deyir ki, mən də bunsuz oxumuram. Mən də bunsuz oxumuram. Mən belə veriliş aparmam. Yar böləri, olar mı? Yar böləri, müşkməlim. Sən də istəyirsən. Onsuz da belə də musiqiçilərdə də bəl. Yaxşı, yox, mən onu ölməmişəm ki. Buyur. Aygün, oxu. Qoca qartal, nə durmusan? Jeton kimi deyim maşallah, atdan başladı oxumağa. Nə durmusan? Dağlar qoynunda, ay qoynunda dərdin alım. Ana
gördüm Hazır aparat. balasını. Qapıyı attım, Ana başladı gördüm işləməyə. balasını. Ağlar qoynunda, qoynunda, ay qoynunda, ay qoynunda dərd alım. Qaz qalıbdı ortalıqda, ay dərdin alım, soyuyubdu, ay dərdin alım. ey. Aşk havasının cənub versiyası sizdən. Öpürəm qardaşım sən. Bunu sizin şərəfinizə. Ayağı qar görmüş qazəti tozda. Ayağı qar. Bu ayaqlar Hə, hə. neçə vaxtı qarın içindədir. Gəzir, ona görə də dadlı olub. Yen. Bu qazı biz hər yerdə yeyə bilərik. Amma bunu rayonda qar yağan vaxtı belə gözəl təbiətin qoynunda, ocaq üstündə təəssüf ki, belə bişmişi hər yerdə yeyə bilmirik. Ona görə də ləzzət axtarışı dağları, meşələri gəzir. Yayı, qışı bilmir. Çox ağır. Xoşbə gəldi qazəti. Hədini xan baba həmişə alır. Həmişə alır baba. Baban həmişə alır. Damda da var həmsi. Sən onda qaz tez-tez yeyirsən, hə? Amma biz tez-tez yemirik. Əmi üçün olar ki, arada olanda yorulayasan, həmsində yeyim, sən... Dünü göndərərəm baba. Nətər göndərəsən? İstədiyim var. Nəyinə? Bu Dedim özgüsün. bax. Ha? Sprinterlə. Diri qaz yoxsa bişən qaz? Yox. Hansını göndərəsən? Qoy. Yorulmuş halda. Yorulmuş. Sən adın nədir? Aysu Aysu. Aysu, sən necə oxuyursan? 4-cü sinifdə. Aha. Bilirsən şey... Yeni il danışır. Hə, deyə də yeni il olsun. Qoy köhnə el də qalsın, xəstəliklər, pis günlər. Amin. İnşallah yeni ildə hamının üzü gülər. Ay Allah, aferin. Nə Bəli, gözəl, bu bir də 2026-nın dua ən idi. gözəl sözləri idi bu balaca qızdan eşitmək. Mən başa düşürəm, bu qaz o qədər dadlıdır ki, burada heç kim danışmaq istəmir. Çünki hamının gözü yeməkdədir. Bu dəqiqə bu kameranı söndürüb də gəlib yemək yesəydilər. Bebican, bunu da dediniz özünüz hazırlamısınız ha? Nə sokudu o? Əzgə sokudu. Oo, əzgi. Bu da əzginin kompotu. Əzginin özüdür o kompotu. İsmi Deyir bu əzgi. təzyiqin də dərmanıdır. Bax içirsən deyir qəşəng. Əzgir soku. Alımçıya bax elə alımçıya. Alımıca. Oo, əzgil. Uşaqlar ismi siz əzgil. Mən birinci İlk dəfəri içəcəksiniz. Aha. Tamam bir dənə daha baxın. Bəs turşməzədir bu? düşməcədir. Elə olur. Əzgil turş olur. Bizdə bu meşədə Əzgili Bu hansısa... meşə əzgilidir. Meşə əzgəlidir. Bu Ha, mən bildim hansısa meyvəni qarışdırırım əzgili. Yox, yalnız meşə əzgəlidir. Yabanı sonra təpşir. bir adı da var da yabani deyəsən hə. Yəni hərdə o. Bizdə cır deyirlər. Hə, cır əzgil, cır Ha, əzgil. bu cır Bu əzgilin... da cır armuddur. Bax o armudu baxırdınızmı? Meşə armudu odur. Bax ona deyirlər. Onu da çəkə bilərsən. Hə, bunlar yəni həyətlərdən toplanmır. Hə, o həyətdən toplanır. Meşədə olan. Meşədə olur, çox olur da. Ha, meşə. Xoşum gəlib pətənədən. O bu qazın pətənəsi baba, bunu verəcəm. Qaqama. Bırak koy yesin. Qaqama verəcəm baba, baba. Əmmi verir. Verəcəm ona. heç nə yeməz daha. Buna bax, buna bax. Buna bax. Buna. Bunun öz suyunda belə verirsən onu. Onu heç kimə verməz. Onu heç kimə. Hə? Onu heç kimə verməzəm. Heç kimə.
Xanım, qaza söhbət yox idi. Çox sağ ol, halal xoşunuz. Arzu edirəm ki, belə həmişə eviniz qonaqlı qaralı olsun. Amin. Birinci olaraq qazı verəsiniz. Qışda. Qoyurlar, yesinlər, bilsinlər ki, qazın ləzzəti nədir. Bu nədir? Bu bizim zonada, bölgədə daha doğrusu, Aha. kiri şafran deyirik. Kiri şafran. Kirli şafran. Yeməyin adıdır, yoxsa meyvənin Yox, adıdır? meyvənin adı kiri alma, almanın adı kiri şafrandır. Ona alma demirik. Almadır, bu kiri şafran, növ bunun odur. bir növü odur. Ha. Onun satışa rengi yoktur. Bildim, bax. Adına süper. Bildim, bax, məsələn, deyirsən ki, getdim Qızıl Əhmədə alması aldım. Ayşe bu Qızıl Əhmədi, Nə bilim, Anton alması, nə Ha. bilim, bunlar ayrı. Buna giriş, nə? Kirli şafran. Buna de kirli şafran, kirli şafran. Kirli şafran. Bunun vidi olmur. Ancak dadına süper. Ha, ondan sonra bu da külleme kartoftur. Ha. Bunu biz közde de pişirə bilərdik. Bunu Hasan dolması şişə pişiririk. Daha rahat. Ha. Qəşəng duzlu. Bu həyətinizdəndir, hə? Hə, bu həyat Bu qatolar. Kirli kartof. Onda biz belə deyək də, kirli şafranın dadına baxaq. Aha. Ondan sonra sizin o sulu, Xəngəl. fərqli xəngəl ki var. Mən xəngələ baxdım, yadıma saldım. Deməli, İsmaillinin bir kəndində belə bir qulpsuz xəngəl, inşallah yadınızdadır, qulpsuz xəngəl bişirmişlər. Ona bənzətdim, o da su ilə. Bunu çıxar olmur. Ha. Yani bu o gürcü Bunu xəngəl su ilə kimi içirlər. ha, suyunu da içə bilərsən. Ha, Üstünə nanə də Gürcü tökə bilərsən. xəngəlini Gürcü götürdük. xəngəli başını qırıtılırsan. Yox, Ha, bu qaz- amma bütün qazandan, Tök yeyirsən. qazandan götürdük, Get suyu yemək olar. atılır. Bu deyil olur. Bu da Yox. sayınlandır. Yox, Sulu olmasa bu da sayınlandır. bir dəqiqə məməzim. Gürcü xəngəlini sudan çıxartdıq, suyu atılır da, belə Ha, içilmir. söhbət yox. Ha, bunun suyu içilir. İçilir. Bu Adam- nəhrə yağından, Bəh. qəşəng soğanla, qəşəng əvəzə ətin padili deyir də rus saatında belə ətin sokundan. Ətin Bunun üstünə sokundan. tökürsən, dada gəlmək üçün. Elə bil ayağına. Ondan sonra bu xəngəlləri tökürsən. Bu da soyuq dəyməni Hə. çıxardır. Hə, olar. 40 dəqiqə bu da bişəndən sonra olur super. Suyu dadlı olmaq üçün ət bulörünü sökürsən ona. Aha. Onda bir dənə bu kirli Öz əlimlə şavrandan yeyək. şafran. Şaftalı deyəcəydim ondan. Kirli Yenə şavrandan şaftalı. yeyək. Sonra gedək o xəngəlimizin dadına baxaq. Xəngələ də baxın. Kirli şavran. Belə düşmələr. Şirin almadan olmur kebabı. Turş. Bu Elə hamısı yoxlamanın dərməni. əməlli turşdur ha. Kirli şavran. Sörnə nemeski şotdu mən də yeyim. Mən də yeyəcəm. Qoy mən də yeyim. Mən də yeyim, nemeski şotdu. Qəşəng. Qəşəngdir, amma bilirəm ki, Müşavir, tovuzun xəngəli bundan da qəşəngdir. bu ən tanış qonaqlar üçündür. Aha. Hə, yəni Evin adamları üçün də hörmətli qonaqlar üçün. qonaqlar üçün. Bəli. Çox qəşəng dadı var, fərqli bir şey. Hələ qartofu görəndə lap xoşunuza. Bax. Xanımım, Eşidirəm. xəngəlimiz hazırdır. Hazırdır, gedə bilərik. Deməli xanəmi, bu günləri bizə görə çox əziyyət çəkdiniz. Nə gözəl yeməklər bişirdiniz. Bu böyük qışlağın, Tovuzun adət-ənənələrini bizə tanıtdınız. Biz də istəyirik ki, bu əziyyətinizin qarşısında xəngəldən sonra sizə qəşəng bir simurq toyuğundan ləvəngi bişirək. Necə olar? Çox əla, xoşdur. Deyir. Qəşəng cənubla Cənubla qərbin Sintezi. sintezi. sintez. Özə bir şey də deyim. Bibican, qətiyyən Əziyyət çəkməyin. əziyyət çəkməyəcəksiniz. Tam rahat. Bax, elə bu- bunu qapağını açırsan, vəssalam, bax bunu paket qarışıq, qoyursan tuxovkaya mı, təndirə mi? Bişməyə. Bişməyə. Duzu vurulub, istiyotu vurulub, ləvəngisi də hazır içində. Açdın bu qablaşdırmadan. Qoydun, bişdi. Vəssalam, hazır. Götür ye. Buyurun. Sağ olun. Onu da onda qoyaq bişməyə. Gedirik Xəngəl yeməyə. xəngəl yeməyə. Yol verin, xəngəl gəlir. Etməyin, əngəl gəlir. Toz xəngəl, tozda qarın. Salam ay bibi. Qarın içində toz. Bunun yeri başqadır. Barakalarda qoy. Aha. Demək bu tovuzun xəngəlidir. Suyu da Sulu içilir. xəngəl, sulu Suyu da xəngəl. içilir.
Nehrə yağının suyu, ben de dedim, etin sok Aha. şeyinden düzelmiş. Bunun üstüne nəsə vururlar? Ha, Kurut qurut. nane vurulur. Kurut da burada bilərsən, gerçek da vura bilərsən. Nane. Acıkada, ev şəraitində acıkada vura bilərsən. Aha. Kimin nə təri ürəsi? Bu baba bu qızımızın. Gəlsən bura. Sen de çek. Gəlsən bura. Tök, ürəkli tök. Qurutdu bu. He. Yoxsa limitan qurutdu. Kurut, kurut. Hava yavaş-yavaş soyur. Amma isti xəngəl canımızı issidəcək. Demək bizdən soruşurlar, hərdən yazırlar ki, bu nə dərddir də, bu niyə çöldə yeyirsiniz? Niyə bu qar boranda, qarda çöldə yemək yeyirsiniz? Sizi evə buraxmırlar? Mən də onların əvəzinə səndən soruşuram. O nə dərddir ki, mən belə qarın boranın içində yemək yedirdirsən? Sizi evə buraxmırlar. Bax bu elə getdiyimiz evlərdən də birinin yiyəsi bu yanımızda. Nə qədər deyirlər, çıxaq evdə oturaq, çıxaq evdə oturaq. Amma bunun marağı oradadır ki, Günün haldan tapacaqsan. qışda, qarda, çöldə yeyib, çöldə yeməyin dadına baxmaq möhtəşəmdir. Onun üçün də biz çalışırıq ki, biraz otaq şəraitindən qaçaq, Uzaq qaçaq. çöldə, soyuqda. Amma bir dənə yağış olmasın. Yağış oldu heç. Deməli, xanımı dedi ki, bunu suyu da içməlidir. Əsas suyu. Suyu da içməlidir. Bir dənə mən bir dənə suyun dadına baxım gör necə. Oy. Ah, qəşəng. Demək Tovuzun Böyük Qışlaq kəndində qurutdu sulu xəngəl. Oh! Vay 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 vay! Bu il yenə gedəmədim, bu il yenə gedəmədim. Bizim dağlara, dağlara, bizim dağlara, dağlara. Görən gedib çatamıram, görən gedib çatacaqmış. Sözüm dağlara, dağlara, sözüm dağlara, dağlara. Ay dağlara, ay dağlara, sözüm dağlara, dağlara. Sözüm dağlara, dağlara. Bəh, 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 bəh. Bəh, soğumuz da gəldi. Ləvəngi. Bəh, bəh. Tovuzda dərdini zalim. Tovuzda Ləvəngizdə. Tovuzda Böyük Qışlaq kəndində. Bax, Ləvəngi necə gedər? Əla. Əla, onda dadına baxırıq. Dadına baxırıq. Bəh, 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 bəh. Oğruyaq bir ləvəngimizi. Bəh, 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 bəh.
Qərbin sintezi, eləmi? Bəli, bəli. Aman hərəyə bir tikə verin. Əsl cənub ləvəngisi. Bir dənə nuş eləyin, xahiş edirəm. Bunu belə götürürsən. Yedin. Ləvəngiyə batırırsan belə. Tovuz zonasında bişirmirlər ha. Yox, Bir ləvəngi belə yoxdur bizdə. ləvəngi Yoxdur, yox. bişirilmir. Yox, yox. Bizdə belə şey yox. Kürbədə Bizdə pişir. var, bizdə yox. Çorba pişir kürbədə. Aha. Ləvəngi kimi yox. Grill kimi bişiririk də biz onu. Biz qırır kimi. Ha, Grill kimi. içinə belənsə, Yox, bizdə belə şey. içinə belə bir şey qoymursunuz. Ona görə deyirəm adı familiyası nə? Aa, mən birinizə eşitdim amma düzdür. Ən çox cənubda bişirilsə də bu yemək, amma mən bildiyim qədər Bir çox yerlərdə bir çox yerlər bişirirlər də, ləvəngi bişirirlər. var. Bəh. Acım xanım. Qərblə cənubun Biraz da ləvəngisindən sintezi, bilən. eləmi? Sintez. Düşməlim. Cənub bölgəsindən qərb bölgəsinin sintezi. Xanəmi, Allah sürənizi həmişə bol eləsin. Bu evə, bu ocağa inşallah hər zaman xeyir işlərə gələk. Bəli, toy düyünə İndi balalarının toyu olub, axır nəvələri olacaqdır. Nəvələrin kiçik toyu, böyük toyu. Biz sizin bir ailə üzvü olaraq həmişə gözəl günlərinizdə. Şər Allah rızqı qismət eləməsin. Həmişə sizin o xeyir günlərinizdə gələ belə biz də sizdən belə deyək, külə, əylənək. Və mən bir dənə bir şey soruşmaq istəyirəm. Bibi, bazarı hardan edirsiniz? Obadan. Obadan. Yəqin ki, qənaətinə görə də. Oba sponsorumuzdur və qənaətin də məkanıdır. Ver gəlsin bir dənə Obadan hədiyyələrimiz var. Biz ümumiyyətlə rayonlara gedəndə mütləq obaya baş çəkirik. Ondan sonra gedirik bir gözəl bölgələrimizə hədiyyələrimizlə. bu sizə hədiyyələrdir Oba marketdən. Sonra canımız sizə desin əsas məsələ. Baş sponsorumuz təbii Herbaflora. Herbaflora'nın bütün çayları, yəni təbiidir, təbii İçirsən. bitkilərdəndir. 1 qram dərdin qalmış. Vəssalam. Və bizim dadlı, ləzzətli simurq toyuqları. Toyuqlarımız var. Simurq toyuqları ləvəngisini də indi yedik. Özünüz də dadını gördünüz, yəni hiss elədiniz. Möhtəşəmdir simurq toyuqlarından bax içində qanadlı, budu, toyuğun özü. Buyurun Bibican. Öpürəm sizi. Var olun, çox sağ olun. Söz Atəş müəllimindir. Baş sponsor Herbaflora. Sponsorlar Oba Marketlər şəbəkəsi. Simurq toyuqları.